gün Qaradağ rayonunda sərnişin daşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb. Ajans Az Milli Aza istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib. İlkin məlumata görə hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bugün saat 09:00 radələrində mərkəzə Qaradağ rayonunda yol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan 9 nəfərə 4 qadın, 4 kişi və 1 uşaq olmaqla təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və kliniki tibbi mərkəzə hospitalizasiya olunub. 2 nəfər kişi və qadın həkimə qədər ölüm faktı qeydə alınıb.